Herkese salam uşaqlar. Maraqlı bir video ilə qarşınızdayım və mənə ən çox gələn suallar barəsində danışmaq istəyirəm. Hansı ki, artıq mən bunları cavablandırmaqdan yorulmuşam da. Bunların ən böyüyü, yəni ən çox da, yəni bu sualların içində ən çox insana sual verdiyi filankəsin səhifəsini qıra bilərsən, peşmankəsin səhifəsini qıra bilərsən və sair və ilaxır. Öncəliklə bir şey yadda saxlayın ki, yəni heç bir halda bunu heç necə deyim sizə, heç ümumiyyətlə mümküniyyəti yoxdur ki, durub kimisə səhifəsinə, kimisə profilinə, hər hansı bir yoldan müdaxilə edir. Nəinki məni heç Azərbaycanda, heç bəlkə Amerikada da yəni yoxdur elə bir adam. Yəni xüsusi hackerlər ola bilər, yəni orada dövlət səviyyəsində iş götürən adamlar ki, yəni, bu işləri görsünlər. Yəni mən bu işi bacaramsa, mənim nəyimə gərəkdir ki, Əli Özsətin səhifəsini qırım. Yəni elə 1 milyar izləyici sonra Ronaldo səhifəsini qıraram da. Ya da kimsə deyir ki, mən nə bilim 500 manata səhifə qıram, 1000 manata səhifə qıram, nə edirəm, nə ayıram. Həmin adam o 500 manata, 1000 manata qalıb ki, Əli Özsətin səhifəsini qıracaq. Yəni təbii ki, yalandır bu hamısı. Yəni adamlar var 5 manata, 10 manata profil qırdırmaq üçün cəmaata pul göndərmək kimi falan kəsin mesajlarını oxuyaq, nə edək, nə ayıraq. Əslində amma mümkün deyil də bu. İkinci ən çox verilən suallardan biri odur ki, mənim bağlanmış, məsələn, hər hansı bir adam bağlanmış səhifəsi geri açılacağımı və %100 buna qaranti verirsəmmi? %100 qaranti edilən bir şey yoxdur. Gərək hər hansı bir platforma, ya TikTok'un özü, ya Instagram, ya Facebook, ya Twitter, ya da hər hansısa biri mənim özümə məxsus olsun ki, mən 100% qaranti verə bilim ki, sənin profilin bu dəqiqə açılacaq. Yəni, mümkün deyil axı. Yəni, açılmağın bəli 90% alvarda, 80% alvarda profillər açılır, təhlil verir. Amma açılmayan profillər də olur da, adam var gedir, məndən qabaq 5 dənə mütəxəssis müraciət edir, nə bilim 10 dənə mütəxəssisə, özünü reklam edənlərə, başqalarının, məşhurların reklam edənlərə müraciət edir. Onun səhifəsi açılmır, amma gəlir mənə yazır, biz onu bir ayın içində, 15 gün içində açıq təhvil veririk. Deməzdim ki, yəni mən onlardan elə çox bacardım. Yəni, sadəcə olaraq şans əsəri də biraz da, yəni, ola bilər ki, onlar vaxt ayıra bilməyiblər, ola bilər ki, yəni müəyyən hallar, müəyyən vəziyyətlər ola bilər. Yəni, ola bilər ki, mən nəyisə onlardan daha yaxşı bilirəm ki, kimisə profilini açıb geri qaytara bilirəm. Bu videonu YouTube'da görəcəklər, yəni köməyin dəyən insanlar bəlkə şərhlərdə bildirə bilərlər. Bundan başqa, üçüncü verilən sual, o var ki, biz iş görək, sonra ödəmə eləyək. Bilirsiniz, yəni bu elə bir şeydir ki, yəni məhəllədə mağaza deyil də, mən gedim nəsə bir şey alım, listəyə yazdırım ki, 3 gün sonra verək. Sonra sən qalırsan Mingəçevirdə, məsələn, mən qalıram Xaçmazda, mən sənin işini görürəm 200 manatlıq, 300 manatlıq, 500 manatlıq, ondan sonra sən mənə deyirsən ki, pulum yoxdur, yəni verərəm də nə vaxtsa. Yəni mən durub sənin dalında Mingəçevirdə gələn deyirəm ki, yox. Eyni zamanda da, yəni hər bir bu iş görən adam əziyyət çəkir və mən istəmirəm ki, mənim əziyyətim də yerdə qalsın. Yəni, fərq yoxdur, kimliyindən asılı olmayaraq hər bir adam üçün. Buna görə də bu halda mütləq şəkildə ödənişlər öncədən alınır. Bəzi xidmətlər, məhsullar var ki, ümumiyyətlə ödənişlərin ən az 50% verilirsə, yəni bu işləri yoluna qoymaq olur. Bəziləri var ki, mütləq şəkildə 100% ödəmə eləməlisən. O arada dəyişir də. Misal üçün, belə deyim, TikTok'da jeton satışlarından tutmuş, PUBG-də OG satışlarına qədər, stok saytlarından faiz satışları və s. Bu, təbii ki, öncədən ödəmə alınır, ondan sonra iş görünür. Yox, əgər digər işlər ki var, sosial media problemləridir və s. Bu işləri müəyyən bir faiz öncədən ödəmə eləməklə, qalanlarını saxlamaq yolundan həll edə bilərik. Hələlik məncə bu sualın cavabı sizə bəsdir. Yəni, bu da gündəlik həyatdan verilən suallardır. Bu dəqiqə WhatsApp-ı açıb göstərsəm, bəlkə gün ərzində 20 nəfər adam yazırsa, o 20 nəfərin 15 nəfəri rahat bu sualların məndən cavabını soruşur. Buna görə istədim ümumi bir video çəkim, məlumatlandırmaq üçün sosial mediada paylaşım bunu ki, görün, maraqlanın, məlumatlanın. Həmçinin öz problemləriniz barəsində bizə müraciət edə bilərsiniz.